Dünyada eyni vaxtda həm müharibə, həm də diplomatiya paralel şəkildə aparılır. Bir tərəfdə Ukraynada 4 ilə yaxındır davam edən müharibə, digər tərəfdə isə yaxın şərqdə yeni gərginlik ocağının yaranması qlobal siyasətin gündəliyini müəyyənləşdirir. Bu fonda Rusiya, Ukrayna və Birləşmiş Ştatlar arasında mümkün danışıqların taleyi də diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, geosiyasi şəraitin mürəkkəbliyi səbəbinə sülh prosesinin sürətli nəticə verməsi çətin görünür. Buna baxmayaraq, beynəlxalq diplomatiya münaqişələrin həlli üçün əsas alət olaraq qalır. Dünyanın bir tərəfində müharibə davam elədiyi halda, digər tərəfində diplomatik danışıqların başlanacağına dair siqnallar verilir. Birləşmiş Ştatlar prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff bildirib ki, Rusiya, Birləşmiş Ştatlar və Ukrayna arasında 3 tərəfli görüşün böyük ehtimalla gələn həftə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə danışıqların əslində bu həftə baş tutması nəzərdə tutulurdu, lakin yaxın şərqdə yaranan gərginlik səbəbindən görüş təxirə salınıb. Witkoff qeyd edib ki, artıq 4 ilə yaxında davam edən müharibə fonunda proseslər müəyyən dönüş nöqtəsinə yaxınlaşa bilər. Paralel olaraq Ukrayna prezidenti Volodymyr Zelenski də danışıqların keçirilməsi ehtimalını təsdiqləyib. O bildirib ki, görüşün Türkiyə və ya İsveçrədə təşkil olunması mümkündür. Xatırladaq ki, 2026-cı il ərzində Ukrayna məsələsi üzrə artıq 3 raund danışıqlar keçirilib. Onlardan ikisi Əbu Dabidə, biri isə Cenevrədə baş tutub. Bu həftə keçirilməsi planlaşdırılan və sonradan təxirə salınan görüşün də yenidən Əbu Dabidə təşkil olunacağı gözlənilirdi. Fevral ayının 28-də ABŞ-İsrail koalisiyasının İrana hücumundan sonra bütün dünyanın diqqəti yaxın şərqə yönəlib, İran ətrafında müharibəyə. Bu baxımdan Ukrayna cəbhəsi sanki bir ikinci plana keçib, amma Ukraynada da hərbi əməliyyatlar davam edir, pasiv şəkildə də olsa və belə olan halda Ukrayna danışıqlarında əsas vasitəçi ölkə olan Amerika Birləşmiş Ştatlarının birbaşa İrandakı hərbi əməliyyatlarda iştirak eləməsi Ukrayna-Rusiya danışıqlarında vasitəçilik missiyasını kölgəyə salıb. Fevralın 28-də başlayan və hələ də davam edən İran ətrafındakı hərbi qarşıdurma təkcə regional deyil, eyni zamanda qlobal siyasi proseslərə də ciddi təsir göstərib. Münaqişənin başlamasından sonra Rusiya və Ukrayna arasında aparılan danışıqların tempi xeyli zəifləyib. Bu müddət ərzində Ukrayna prezidenti Volodymyr Zelenski bir neçə dəfə çıxış eləyərək diplomatik danışıqların vacibliyini vurğulayıb. İndi isə tərəflərin yenidən masa arxasına qayıda biləcəyi ehtimalı gündəmdədir. Lakin maraqlı məqam ondan ibarətdir ki, müharibənin dayandırılması üçün vasitəçilik edən Birləşmiş Ştatlar artıq 2 həftəyə yaxındır ki, özü də aktiv hərbi əməliyyatlarda iştirak eləyir. Bu şəraitdə bəzi ekspertlər hesab edirlər ki, planlaşdırılan görüş yenidən təxirə düşə bilər.